Salam əziz altıncılar, hər birinizi xoş gördük. Nə edirsiniz? Birinci ilk olaraq yaddaş dərsimizə başlamamışdan əvvəl abunə olursunuz kanalımıza, abunə olun. Bəyənin, paylaşın. Çox maraqlı bir dərslə qarşı-qarşıyayıq. Növbəti ildə dərslər üçün kanalımızla əlaqə saxlaya bilərsiniz. Onlayn dərslərimiz olacaq növbəti ildən. Bu ilki qruplarımızda artıq yerlər doludur. Yüksək nəticə əldə etmək üçün bizim qruplara qoşula bilərsiniz. Deməli, bəşər sivilizasiyasının tarixi ilə bağlı aşağıdakı bunu siz oxuyacaqsınız, öz fikirlərinizi bildirəcəksiniz. Baxın, əvvəllər araba ilə nəqliyyat olub, sonra hava şarı ilə, sonra qatar, avtomobil, təyyarə, kosmik gəmi və dron. B deyək də qatardan bu yana hamısı indi var, amma hava şarı əyləncə məqsədilə istifadə olunur. Poçt, teleqraf, telefon, radio, televizor, internet, bu da kommunikasiya vasitələridir. Bunlardan istifadə edib həmin dövrü siz 150 il sonra necə olacaq, bunu siz necə deyərlər, təsəvvür edəcəksiniz. Deməli, bura kimi oxuduq, gəldik bura. Deyir ki, mətnin girişindən əsas obraz, məkan və zaman haqqında hansı məlumatdır? Əsas obrazımız burada hələ ki babadır. Baba başqa bir dünyadadır və çox güclü texnologiya inkişaf eləyib. 200 necə deyirlər? 200-ə yaxın yaşı olmalıdır. Neçə il yaşadı? Yəni dəqiq yoxdur da, bilinmir yaşı, amma daha 180 yaşımda hələ uzun illər yaşadığını düşünüb həyatdan zövq almağa çalışırım. Yəni 60 yaşında hüceyrə yenilənmə eləyib, dünya inkişaf eləyib, bu 180 yaşındadır. Hal-hazırda yaşadığı dövrdə texnologiyalarla zəngindir. Oxuduğunuz hissənin son cümləsini, indi kim risk edib suya girər, torpağa ayaq qoyar? Sizə nə üçün əsərin qəhrəmanı su və torpaqla təmasda olmağı təhlükəli hesab edir? Çünki onların insana təsiri, insan bədəninə təsirindən düşünə bilərlər, amma çünki hər şeydə texnologiya ilə bağlıdır. Onlar onun elə bir texnoloji bir həyatda yaşayırlar. Keçirik növbəti hissəyə. Fərqləndirilmiş ifadəyə diqqət et. Qapalı həyata keçməzdən əvvəl. Sizcə qapalı həyat, yəni dünyadan uzaq deyək, insanlardan təmassız bir həyat düşünür bu. Siz nə üçün mətndə təsəvvür dövrdə insanlar qapalı həyat sürürlər? Çünki hər tərəf texnologiya ilə əhatə olunub, bütün işlərini texnologiyaya görə bilir, texnoloji yeniliklər görə bilir. Növbəti gəlirik burada. İnsan öz gündəlik həyatını video çəkdə əks etdirməsi buna vlog deyirlər. Hal-hazırda günümüzdə vlogerlər, influencerlər var. Bütün yer kürəsini bürüyən dünya miqyaslı qlobaldır. Kompüter şəbəkəsində əsas qurğu, informasiyanı toplayan və ötürən xüsusi proqramların təmin olunmuş kompüter serverdir. A. Təsvirlərin böyük ekranda göstərilməsi üçün istifadə olunan optik cihaz proyektordur. Məktəblərimizdə də bu var. Yottabyte haqqında məlumat verilib. Deməli, yottabyte budur, 1024 byte'dır. Bunu da biz burada baxın. Bizə burada onun mənasını verib. Yottabyte 1024 byte yaddaş anlayışını ifadə edir. 1 yottabyte 1 trilyon terabayta bərabərdir. Rasional sözünü izah edin. Sizcə nə üçün baba nəvəsini belə adlandırırdı? Rasional sözü dəqiq, məntiqi qərarlarla əsaslanan, faktlara əsaslanan ya belə deməkdir. Yəni baba da nəvəsini deyir ki, dəlillər gətirir nəvəsi ona görə onu rasional adlandırır. Babanın uzun ömür sürməsinin səbəbi nə idi? Bunun cavabı burdadır uşaqlar. Baxın, birinci yerdə. Çünki baba hüceyrə yenilənmə proseduru keçirmişdi. Baxın, baba hüceyrə yenilənmə proseduru keçirmişdi. Bunu burada tapdıq. Növbəti suala gəlirik. Hestia nə üçün babasından kömək istəmişdi? Burada onu da burada yazıb. Baxın. Enerji qıtlığını aradan qaldırmaq istəyirdi Hestia. Baxın burada. İnsanlar bu serə lazım olduğu qıtlığı olacaq. Bu qıtlığı aradan qaldırmaq istəyirdi. Deməli, mən inandırmalıyam ki, görürsünüz, bu qıtlığı aradan qaldırmaq üçün Hestia babasından kömək istəyirdi. Hestia nə üçün yaddaşla bağlı qlobal problem adlandırırdı? Çünki bu dünyanı əhatə eləyirdi. Bütün dünyaya getdikcə yayılacaqdı. Baxın, söhbət 10 min nəfərdən gedirsə,
Bax, bunu gördüyün yer serverdir. Çünki bu dünyanın problemi idi. O bütün dünyanı bu dərddən qurtarmaq istəyirdi. Belə, yəni ən azından belə fikirləşirdi. Çünki hər kəsə əhatə eləyirdi. Baba Hestiyə necə kömək etdi? Baba vloqda canlı yayım açdı. İndi biz TikTokda açırıq. O da yəni öz sosial şəbəkəsində açdı. Baxın, yayımda daha canlı yayım açdı və canlı yayımda bunun vacibliyi haqqında Hestiya da qoşuldu, danışdı və hər kəs məlumat yəni bu hadisədən məlumat topladı. Hestiya Yunan dilində ocaq deməkdir. Ocaq qoymaq üçün ki, Hestiyada, yəni burada da Hestiya insanların datalarının silinməsini istəyir, amma onların sonra məhv olmasının qarşısını alır və bir barışıq yaratmağa, onları belə deyək, doğru yola hərəkətlər, addımlar etməyə çağırır. Təqdimat hissəsini uşaqlar özünüz yəqin hazırlayacaqsınız. Baxaq, son 20-30 ildə ətrafın mühitçiklənməsi ilə bağlı informasiya toplayın. Statistik məlumatlara ki, cədvəl və diaqram hazırlayın. Müraciətinizdə oxuduğunuz yaddaş hekayəsini istinad edin və qapalı həyatın məhrumiyyətləri haqqında danışın. Bu audio müraciət üçün aşağıdakı vasitələrdən birini seçin. İndi siz hansını seçəcəksinizsə, o haqda necə deyirlər, elə bir təqdimat hazırlayacaqsınız. Bunu tapşırıq kimidir. Yəni bu sizin öz seçiminizdir. Bunu mən hazırlaya bilmərəm indi. Əsəri oxuyarkən sizi daha çox hansı motiv cəlb etdi? Gələcək həyatda mənə görə bu ən maraqlısı buydu. O dövrdə hansı texnoloji yeniliklər var idi? Adətən gələcəkdə baş verən texnoloji yenilik təsvir olunur. Ancaq müəllifin məqsədi yalnız bu yeniliyi çatdırmaq deyil. Hər bir bədii əsər kimi burada əsas məqsəd oxucunun təsvir olunan hadisələr və insan talebi düşündürmək və duyğulandırmaqdır. Mən özüm texnologiyaya çox marağım olduğuna görə texnologiyanın o həddə çatacağını inşallah mən də görərəm. İnşallah mən də 60 yaşında hüceyrə dəyişdirərəm. Nə qədərcə doğrudursa. Yusuf Vəzir Çəmənzəminlinin Gələcək şəhər hekayəsini dinləyin. Dinləmişəm. Hekayənin 1933-cü ildə yazıldığını nəzərə alaraq gələcəklər bağlı hansı təxminlərə həyata keçdiyini sadalayan. Deməli, tramvaylar, sonra güneş enerjisi, yağışın yağdırılması, bunlar artıq dünyamızda varlar. Halbuki həmin dövrdə yazılıb. Gələcək və yaddaş hekayə deməli, mövzuları demək olar yeniliklərdir, məzmunları da indi. İdeya baxımından gələcəyə necə deyirlər, insan özündə çalışmalıdır. Hər fikir, hər ideya yeni bir texnoloji yenilik gətirə bilər. Bu necə deyirlər, sizin danışmalı olduğunuz hissədir. Onu mən burada danışa bilmirəm. Söz birləşmələri və cümlə özvü kimi. Nöqtələrin yerinə müvafiq sualla cavab verən söz birləşmələri yazmaqla cümlələri tamamlayın. Həmin söz birləşmələri cümlədəki rolunu. Ana çox sevindi. Deməli, oğlunun uğurlarını eşidən ana. Hansı ana? Hansıdırsa, deməli, bura bir yazırıq. Təyin. Hara qarla örtülmüşdü? Dağın başı olar da bu. Dağların zirvəsi qarla örtülmüşdü. Hara? Deməli, bu olacaq zərf. Bu olacaq 2. Babək xalq qəhrəmanıdır. Kimdir? Dırnansa bu olacaq xəbər, bu olacaq 3. Ayın əvvəli imtahanımız oldu. Nə zaman? Zərflik, bu olacaq 4. Köynəyin düyməsini tikdim. Nəyi? Bu olacaq tamamlıq. Nəyi? Hədə tamamlıq. Bu da olacaq 5. Növbəti. Söz birləşmələri o cümlədən, frazeoloji birləşmələr cümlə özvü aralığında çıxış eləyir. Bir çox söz birləşmələri bütövlükdə cümlə özvü olur. Yəni, bunlar hissələrə parçalanmır. Birbaşa cümlə özvü olur. Biz cümlə özvlərin keçmişdiki feil ola bilər, zərf ola bilər, əsas nitqsələr ola bilər, həm də söz birləşmələri ola bilər. Söz birləşmələri olanda birlikdə bir suala cavab verirlər. Daha çox təyin olanda isə bunlar bölünə bilərlər. Nə hava, hansı hava, yağışlı hava. Digəri nə? Bildiyin kimi bir suala cavab verir və bir cümlə özvü olurlar. Cümlələrdəki söz birləşmələrini seçin, hansı cümlə özvü olduğunu müəyyənləşdirin. Tut ağacı həyətə kölgə salırdı. Nə? Tut ağacı. Sualı veririk. Tut ağacı söz birləşməsidir və mübtədadır.
mübtəda. Alma şirəsini nəyi? Alma şirəsini. Tamamlıq. Suala diqqət eləyin uşaqlar. Sərqəsi yazıram. Evimizin qabağında harada? Bu zərflikdir. Zərflik. Həkim bizim qonşumuzdur. Kimdir? Bizim qonşumuzdur. Bu oldu xəbər. Cümlələrə aid fikirlərin doğru yoxsa yanlış olduğunu. Qatar gecə yarısı yola düşdü. Yola düşmək frazeoloji birləşmədir. Deməli, nə etdi? Yola düşdü. Bu düzdür. Məktubu yazarkən nə zaman? Məktubu yazarkən. Bu cümlədə tamamlıq yoxdur, zərflik var. Zərflik və xəbər var, amma tamamlıq yoxdur. Bu yanlışdır. Qonaqları qarşılamaq mənə nə etmiş, tapşırılmışdı? Nə? Qonaqları kimə? Mənə. Mübtəda feili birləşməli ifadə olmuş. Bəli, məsdər tərkibi ilə. Bağban ağacların gövdəsini ağardırdı. Nəyi? Ağacların gövdəsini. Tamamlıq ismi birləşməli ifadə oldu. Düzdür. Hər iki tərəfi isimdir. Küçədə qonşumuzun qızı Səbinəni gördüm. İsmi birləşməli. Kimi? Səbinəni. Hansı Səbinə? Qonşum. Tamamlıq deyil, təyin söz birləşməsindən ifadə olunub və bu bölməmiz bitdi. Bundan sonra ümumiləşdirici təkrarımız gəlir. O videoda görüşərik uşaqlar. Hələlik.